Sizcə hansı televiziya verilişləri bağlanmalıdır? Adlarını bilmirəm açığı, amma Xəzər TV-də olan bir də ATV və ARB-də gedir. 3 dənə məlum bilinən o məncə bağlanmalıdır. Kimisə axtarmaq, sən axtaran verilişi, bu tərzdə olan hər 2-3 veriliş var, ondan düşünürəm ki, bağlanmalıdır. Mən bilmirəm o məlumu. Mən televiziyaya baxmıram ümumiyyətlə. Niyə baxmırsınız? Bilmirəm də sosial şəbəkədən istifadə edirəm. Televiziyada verilən verilişlər, sən axtarıram ya da başqa verilişlər, tam adlarını bilmirəm. Onlarda da bu hadisələrin göstərilməsi mən düzgün saymıram, düzgün olaraq görmürəm. Çünki bu insanların şəxsiyyəti düzdür. Həmin insanlar buna razı olub verilişlərə çıxırlar, amma insanların şəxsiyyətinin bu cür televiziyada ictimaiyyətə təqdim edilməyini də düzgün saymıram və hətta biraz qurma olduğunu da fikirləşirəm əslində, nə yalan danışım. Xəzər. O ailələrlə bağlı verilişlər var. Olar. Məncə bəzi şeylər var ki, cəmiyyət onu bilməməlidir. Ailə daxili münaqişələr olur da. Mənə elə gəlir ki, onları qavalaşdırıb ekrana çıxartmaq olmaz. Heç birinə baxmıram, hamısı bağlanmalı. Heç biri qane eləmir. Mən baxmıram, nənəm baxır. Məncə nənəmin baxdığı hamısı bağlanmalıdır yəni. Televiziyaya baxmırsınız? Yox. Niyə? Ya nə bilim ki. Səhər çıxıram, gecə gedirəm buna görə. Ümumiyyətlə mən elə gəlir, ümumiyyətlə televizora baxan adamların sayı çox azalıb. Məsələn, məndə 2 televizorun heç biri yanmır demək olar ki. Demək olar ki, hamısı. Televizor artıq heç kəsə lazım deyil. Ümumiyyətlə sosial problemli verilişlər hamısı bağlanmalıdır. Daha çox mənə elə gəlir dünyavi, siyasi, yenə ona heç olmasa belə daha baxış çox olar. Düzdür, əksəriyyət bəlkə baxır o sosial problemli verilişlərə, amma ki mənasız bir verilişlərdir. Sadəcə reklamlar xatirinə, reklamlar üçün yaxşı bir gəlir yeridir. Başqa heç nə.